Əlbəttə, indi baş verən hadisələr çox həqiqətən ciddi hadisələrdir. Mən vurğulamışam ki, dövlət orqanlarının əlində əsaslı hansısa sübutlar olmasa, bu cür birmənalı qətiyyətli addımlar atılmaz. Bu həm də yalnız müxalifətə qarşı atılan addım kimi qiymətləndirilməməlidir. Bu, bilavasitə hakimiyyətin ən yüksək eşelonunda təmsil olunan Ramiz Mehdiyevə qarşı da atılan addımdır. O ki, müxalifətdə olmayıb. Yəni, bu ciddi bir prosesdir və istintaqın nəticələrini gözləmək lazım. Hüquqi baxımdan, yəni indi əvvəlcədən bir şey söyləmək üçün geniş məlumata sahib olmalısan, amma hər halda Rusiyanın hansısa bir təhlükəsizlik qurumunun bu məsələlərdə hansısa marağının bu cür ifadə olunması da mümkündür. Hər halda bu əlaqələr, əməkdaşlıq və məqsədlərin araşdırılması Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin bilavasitə işi olduğuna görə bu əlaqələrin araşdırılmasını da bu cür təmin edirlər. Azərbaycan hüquq dövlətidir və hər hansı bir şəkildə hüquq çərçivəsində məsələlərin həll olunmasına da heç kimin şübhəsi olmamalıdır. Əgər doğrudan da bizdə hansısa bir şəkildə bu sübut olunmursa, yaxud da hansısa bir şəkildə əsaslı dəlillər tapılmasa, onda təbii ki, müvafiq addımlar atıla bilər. Amma indiki vəziyyətdə əgər bu cür birmənalı saxlanma və konkret ittiham irəli sürülməsi kifayət qədər vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir. Ona görə də Federal Təhlükəsizlik Xidmətinin ya başqalarının Azərbaycanla bağlı fəaliyyətlərində radikal müxalifətin hansısa yer alması mümkündür və bu elə buna qədərki hadisələrdə də bunun əlamətləri çox vaxt özünü göstərir.